kanalımıza ve yeni videomuza hoş geldiniz. İnşallah ki her gün soruyorsunuz. Bugün 23 Oktyabır'da İsmail Apar'ın Bahtı'ya həmişə olduğu kimi bu cümle işleden var. Bir şey pişireceğim. Onca istediğimizden vlog çekim. Hoş izlemeler. Belə xanımla gəldim çıxdım. Deməli nə pişirəcəm? Bugün Napolyon tortu pişirmək istəyirəm. Artıq məndən çoxlar Napolyon tortu istəyir. Onu pişirəcəm ama biskvitlə olanı. Bir də yoldaşım da akşam bir tane salat atmıştı mənə, onu istəyir. Bir tane de onu yiyəcəm. İstəyirdim göbələk yiyeyim. Heç göbələk yox idi. Eyvallah, olan da alarıq. Nə almışam onu da gəlməyincə apteki göstərim. Amir üçün bir tane burun damcısı aldım belə. Burun damcısı qurtarmışdı. Bir də bunu soruşurdunuz geçen vlogda. Bunu aslında ben Temu'dan almıştım. Ama Amir'ince pis oldu da böyle plastiki biraz pis oldu. Ona göre hem de oradan zakaz edersem gec gələcəkdi. İndi də burnu tutulub. Onun için belə aptekini aldım. 4 manat deyən neçə qəpik idi. İkisinə 9 manat 60 qəpik pul vermişim. Sonra gel marketten de 31 manat alışveriş verdim. İsmail'den yoğurt aldım. Bastişka, Danino. Sonra bir tane mayonez aldım. Bir tane soda kurtarmıştı. Soda aldım. Səhər yeməyə belə pendir aldım. Sarı pendir. Bizim evdəkilər bunu səhər yeyirlər. Əslində Holland pendirdir. Amma səhər yeyirlər. Bir də bəlkə dedim şey olar, göbələk. Onun üçün döşək almışdım. Sonra biraz şokolad aldım bunu. Biraz da şokoladdan aldım. Şöyle. Bir tane kakao aldım. Aslında evde olmalıydı her ihtimal. Dedim birden olmaz. Ona göre kakao aldım. Göyərti aldım. İçlerinde kırmızı soğan aldım. Bunu salat eləyəcəyik. Salat. Yoldaşım attığı salatdaydı. Özüme biraz mandalina aldım. Yine salat üçünlər aldım. Biraz da aldım ki, evdəkilər də yeyər. İsmail da xoşlayır narı. Onun üçün. Belə. Bu qədər. 31 manat 38 qəpik şey verdim alışverişə. 9 manat 60 qəpik də aptekə verdim. Yəni burada aldığım 31 manatlıq heç nə yoxdur. Amma yenə də. Hələ belə. Yəni yenə çəkirəm. Belə xanım, ədviyyatlarımı çıxartmışam. Deməli, burada balımız var. Yəni, bu 68, bu da 100, hərsə 100 nə qədərsə balımız var. Bunu indi əridəcəm. İçərisinə bir xörək qaşığı soda, 100 qram da yağ əlavə edəcəm. Balam. Orası su boy, su. Burada sonra göz. Deyirəm. Gedib. Ata deyirlər işte. Cumhurda deyirlər. Sonra da 4 stəkan yarım un əlavə edirəm, qarışdırıram çöpü yatmamaq üçün. Yavaş-yavaş qarışdırırıq. Mən 2 porsiya elədim. Əslində bir porsiyada balaca olur. Onun üçün mən 2 porsiya elədim. Mən medok eləməyi də sevmirəm. Medoka gücüm çatmır. İstədiyim kimi çıxmır. Ona görə belə nazik yayıram. Biskvit kimi eləyirəm. Onda daha gözəl olur. Burada da kremi hazırlayıram. Zavarna krem, nişasta, yumurta, sonra şeker qarışdırırıq. Üzərinə də biraz süd əlavə edirik. Sonra da süddə qaynadırıq. Qəşəng-qəşəng.
Belə qatlaşandan sonra da qoyuruq soyuducuya ki, soysun. Sonra da kremin üzərinə yağ əlavə eləyib, skuşunka yağ kremi hazırlayırıq. Burada da gördüyünüz kimi bisketim pişdi. Bir Azərbaycanlı olaraq bir dənə kağızı 100 dəfə işlətməsək biz ola bilmərik. Ona görə başqa elə eyni kağızda da təzədən edirəm. Sonra da qıraqlarını falan kəsirəm. Gördüyünüz kimi daha deməyə ehtiyac yoxdur. Hər şey görünür, gözlə göründüyü kimi. Yəni resept istəsəniz doludur. Ballı tort. Mən əslində Napolyon demişəm, amma əslində ballı tortdur, Napolyondur, nə bilim bilmirəm. Artıq elə göstərir ki, bununla elə mən də elə bildim Napolyondur. Sonra baxıram ki, yox, ballı tort imiş. Burada da kremin hazırlayıram, amma mənim yağım az idi. Böyük yağ almaqdan çaşıb balaca yağ almışam. Onun üçün biraz kremim şey oldu, çürüdü. Amma heç nə olmaz, elə də dadlı idi. Onun üçün siz biraz yağı çox əlavə ederseniz daha yaxşı olar yağınız. Burada da yağ qablarım sındı. Gözünüz aydın. Mətbəxi göstərirəm ki, nə gündədir. Başlayıram buranı da yığışdırmağa. Bir qaynanam sağ olsun yudu qabları. Hamısını mən də indi silib yığıram yerlərinə. Hamısını bir. Yağ qablarım da yuxarıdan əslində qab çıxardırdım. Sənin bu qabın içində balaca qab varmış, görməmişəm. O da düşdü yağ qablarımın üzərinə, yağ qablarım sındı. Belə xanımla bitirdim. Qəşəng. Hər yeri yığışdırdım. Bir dənə salatın şeyləri qaldı. Bir də qaynanam doğğa bişirəcək. Onun qatıqları saxladım ki, onların da o göyərtini artlayır. Qazın üstünü silmədim. Hələ ki dedim qoy tam yeməkləri falan bişirək. Qutara axşam silərik. Orada paltarım var. O da yuyuldu. Nibezdən sərəcəm. Amir də mənə baxır. Durub burada. Amir. Pis. Hə, belə işimi bitirdim. İşimi bitirdim. Bir dənə uşaqların paltarları, bütün nənəsi, bir də orada paltarlar qatmaz, bir də salatı eləməliyim. İndi elədim. Gedirəm İsmail'i gətirim. İsmail'in gəlməyə vaxtıdır. Gedim zibilləri də atım. İsmail'i də götürüm gəliyim. Sonra işlərimi qaldığım yerdən davam edeyim. Bayaq yığışdırdım kuxnadan əsər-əlamət qalmayıb. Qaynanam da Amirə Layla deyib ki, mən kuxnayı yığışdırım. Dedim sən Layla deyib yatsın, mən də başlayayım buraları yığışdırım. Paltarların bütün nəsil qabları yerinə yığmalıyam. Hələ nə qədər qab yudu qaynanam yerinə yığdı. Qaynanam salatı mən elədim, qaynanam doğğa bişirdi, sonra dəmirçəsini eləmədi. Sonra axşama yemək pişirdi, günorta da yedik, axşam da yedik. Qabların hamısını o yudu. Valla 2 dənə şey elədik. Bunu elədim, tort elədim, salat elədim, doğğa pişirdik, yemək pişirdik. Kuxnada elə bir bomba partlamışdı o dərəcədə. O qədər qab çıxıb ki, elə bir ki, bir toyzad olub evdə. İndi tez bu saat 8-dir, tez bu paltarları tülüyüm. Sonra saat 10'a işləmiş, onun yarısı falan İsmail yatıstıracağım. Onun yarısını kimi qurtarmalıyam.
Belə, xanımlar. Mən paltarları ütülədim, hamısını qatladım. Bunlar da asılacaqlar. İndi aparıb yerinə yığacam tez bazar. Bəlkə də indi yığmayacağım. Çox vaxtım gedir sərgəl yığmalıyam deyə. Amir burada İsmail də sağ olsun öz tökdüklərini yığır. İndi anası da pis oslayacaq, oraya göyərtib ikinci. Deyə orada da var, isi. Deyə orada arxanda da var. Gid onları da gətir tez elə. Orada da var. Git gətir onları da. Şpilka orada da var. Onları da gətir. Tez izləyəndə İsmail başa düşmür. Tez ana bala buranı da pis oslayaq. Bunu indi uşaqları yatıstırım. Canlıya girməliyəm.